Hamınıza salam uşaqlar, necəsiz, nə qarsınız? Mən uzun bir müddətdən sonra hardasa 5 ay olar, bəlkə də 5 aydan çox. Yenə World Soccer Jams oynayırıq və Səbaildəyik. Bu karyerin məntiqi bu olacaq ki, Səbail bu kümə düşdü. Səbaili liqada çempion eləyənə qədər davam edəcəyik. Yəqin ki, bir 3-4 il eləyərik. Bu necə deyim, bir YouTube-a qayıtma videosu kimi bir şeydir. Belə balaca içəriklərlə başladım. Uşaqlar, video elə uzun olmayacaq. Elə danışa eləyim, bunları satacağam. Uşaqlar, belə deyim, yəni YouTube-a niyə video çəkmirdim uzun müddətdir? Çünki həvəsim yox idi, yəni nə yalan deyim. Yəni belə içərik fikirləriniz varsa, rebuild, simulyasiya kimi fikirləriniz varsa, bu komanda ilə karyera dediyiniz fikirlər varsa, deyə bilərsiniz. Mən də yəni onsuz elə içəriklər axtarıram. Nəysə, komandanı bir dənə yapılandırım gəlirəm. Komandanın halı budur. Antrenmana da girək, potensial oyuncuları göstərək. Nəysə, mən komandanı qurum gəldim. Əvvəla uşaqlar, qapıya belə bir potensiallı oyuncu alıram. İsrailli olan. Bir dənə bunu göstərim, bəsdir. Və komandaya son bahalı transfer alaraq belə bir oyuncu almaq istədim. Alaq, santrafor. Həm potensialı, həm overall gücü olsun. Nəysə, keçim o birisi transferlərə. Və komandadan bir stoperi satdıq. Və bir şey deyim, 2 dənə də santrafor satmışdıq komandada, onları çəkmədim. Şamaxıdan Zamin üçün bir dənə sol bek aldım uşaqlar. Və uşaqlar, son transferimiz də Rapid Viennadan olur. Bir dənə sağ kanat aldıq. 18 yaşında potensiallı. Və komandanın ən potensiallı oyuncusu bu olur. O birisi aldığım oyuncu elə potensiallı olmadı və komandanın son halını göstərir uşaqlar sizə. Nəysə, qurum. Və uşaqlar, komandamızın son halı belədir. Özünüz görürsünüz, yəni məncə normal bir komandadır. 1,5 yıldız elədik və hazırlıq oyunu oynayacağıq Osasuna ilə. Yəqin ikinci komandası da Osasuna'nın. Görək, o 1-0 duruq və 1-0 duruq uşaqlar. Əla. Və nəysə uşaqlar, çox danışmayım. Keçək sezonun ortalarına. Uşaqlar, bu tez-tez danışmağımın səbəbi budur ki, nəfəs arası çox olmasın və yəni videonun izlənmə sürəsi yüksək olsun. Video daha çox adamlara çatsın ki, mən də həvəsli çəkim videoları, daha çox bəyəni falan gəlsin. Yəni siz də kanala abunə ol, videoya like atsanız çox sevinərəm. Rəylərə də yazın öz fikirlərinizi. Belə olsa daha yaxşı olar video editlərində falan da. Nəysə, keçək sezon ortasına. Və uşaqlar, sezon ortasında möhtəşəm bir təklif gəlir komandaya. Hər ikisini də satıram, amma mən görək 10.000 artırmaq olur, yox olmur. Onu da sat. Bu təkliflər uşaqlar bəlkə də yəni az görünə bilər, amma yəni bizim komanda hələ təzə çıxış aşamasında olan bir komanda deyə çox superdir. Bu sezon onsuz kümə düşməməyi oynayıram. Yəni vəziyyət də belədir liqada, özünüz baxın. Görək, gələn ildən öncə Avropaya oynamağa başlayacağam ilk 3 sıraya. Mən transferləri eləyim gəlim. Və sol kanata belə bir oyuncu tapdım uşaqlar. Potensialı olsa çox super olar. Gəldi komandamıza. Nəysə, keçək o birisi transferə sağ bekə. Və uşaqlar, sağ bekə də belə bir yapon tapdım, onu alıram. Yapon da yəqin ki, dəqiq bilmirəm, 15% rəqəmimiz qalıb, nəysə. Antrenmanlara baxaq. Və təzə aldığımız kanatın qəşəng potensialı var. Sağ bekində pis potensialı yoxdur. Heyət düzəldim gəlim. Və yeni transferlərdən sonra heyətimiz belədir uşaqlar. Bir dənə stoperimiz qırmızı kart cəzalısıdır. Nəysə, keçək sezonun sonuna. Və ölkə kubokunda 4-də 1-də uduruq Sumqayıta. Və uşaqlar, komandaya çox lazım olan bir şey, milli komanda, köhnə milli komanda oyuncusunun oğlu komandamıza qatılır. Stoper olaraq özü də super bir dənə stoperə ehtiyacımız vardı bizim də. Antrenmanda da potensialını özünüz də görürsünüz. Bu işimizə çox yarayacaq. Bəxtiyar, xoş gəldin komandaya. Mən xəbəriniz olsun istədim bundan. Və uşaqlar, sezonun son oyunundayıq. Zirə ilə oynayacağıq son oyunu. Liqada vəziyyət belədir. Hətta bunu göstərməm hələ ki. Uşaqlar, verimlərə baxanda adını Azərbaycanı tapa bilmədim. Oyuncularımız belə oynayıb bu sezon. Sonra potensiallara baxanda baxın, yəni məncə ilk sezonumuz çox super oldu.
və Zirə ilə də oyunumuzu oynayaq keçək son sezon. Nəsə yadımdan çıxmadı. Ona baxın birinci. Yəni takımın da vəziyyəti belədir. Uca 12 milyonluq toplam piyasa dəyərimiz olacaq yaxında. Bu oyunu da oynayaq uşaqlar, maç adlı eləyək. Görək Zirədən xalasaq bəlkə bir sırada yuxarı çıxa bilərik. Və 6-cı sırada bitiririk sezonu. Gol krallığında oyunçumuz var 3-cü sırada. Asistdə varmı? Asistdə 7-ci sırada bir oyunçumuz var. Və çempion Qarabağ olur əlbəttə, yəni gözlənilməz bir şey deyil. Mən keçim gələn sezona gəlim. Hətta finallara baxaq istəyirsiniz belə. Bəlkə marağı varsa kiminsə. 2-1 Fiorentino'dur. 3-1 Romo'dur və finalda 3-1 City-dir. Nəysə, keçim gələn sezona. Və buranı da görürsünüz uşaqlar. Mutludursa yaxşıdır uşaqlar. Bunu rədd eləyək. Qəbələ istəyir. Bir də bizi kim istəyir? Danimarkadan ikinci küme komandası istəyir. Və keçirik bu sezona, görək nə olur. Ligdə makul bir səviyyədə qal. Bu il Avropaya oynamaq istəyirəm. Uşaqlar bir dən bu yoldaşlıq oyununda oynayaq. Mən bu ikinci sezonun çoxsu nəyə görə gəldim uşaqlar? Transfer təkliflərinə baxaq və siz mənə bir önəriniz varsa deyin. 5 həftə kimsə zədələndi və qalsa oynayırıq. Transfer təklifləri elə xoşa gələn olmadı. Özüm eləyərəm bir şey. Nəysə uşaqlar, sizdən deyəcəyim son söz budur ki, əgər videonu bəyəndinizsə like atın. Belə abunə olmaq istəyirsə abunə olun. Nəsə bu tutacaq kimi gəldi mənə bu seriya. Özümdə biraz həvəs yalandı. Nə vaxtdan da YouTube video çəkmirəm deyə bilmirəm. Sağ olun.